Hörmətli dostlar, yenidən hər birinizi salamlayıram. Bugünkü mövzumuz xəstəliklər haqqındadır. Yəqin ki, diqqətinizi çəkib, hər birinizin diqqətini çəkib, 10 nəfər bir araya gələndə və ya 5 nəfər bir araya gələndə, əsasən mövzu son dövrdə, son illərdə xəstəliklər haqqında olur. İlla ki, insanların arasında bu mövzu formalaşıb ki, belə bir fikir formalaşıb ki, son dövrdə niyə xəstəliklərin sayı azalır, artır, üzr istəyirəm, nə üçün apteklərin sayı çoxalır, nə üçün xəstəxanaların sayı çoxalır və insanlar kütləvi şəkildə nə üçün xəstələnir? Əlbəttə, bu ilk növbədə bir, deyə bilərsiniz ki, tibbi bir məsələdir və bununla hər halda həkimlər bu məsələ ilə bağlı fikir bildirməlidirlər. Mən bununla razılaşıram, ilk olaraq bununla razılaşıram, amma məsələyə fərqli bir tərəfdən baxmağı istəyirəm. Təklif edirəm ki, bunu məsələyə fərqli bir tərəfdən baxaq və xəstəliyin özünün tanımının, yəni xüsusiyyətinin nə olduğuna dair əvvəla bir fikir formalaşsın. Yəni doğrudan da xəstəlik belə bir şeydir ki, bunu ancaq müəyyən bir spesifik sahə ilə məşğul olan indiki müasir həkimlərimizin mi ancaq sahəsidir, yoxsa hər bir fərdi əlaqədar eləyən bir sahədirmi? Düşünürəm ki, hər halda buna həkim yoldaşlar da etiraz eləməzlər ki, hər bir insan ilk növbədə, şuurlu insan ilk növbədə özü-özünün həkimi, hətta özü-özünün müəllimi olmalıdır. Elə isə hansı formada yaxınlaşaq məsələyə və nə cür eləyə bilək ki, biz bu xəstəliklər haqqında tam məlumat sahibi olaq. Deyəcəksiniz ki, xəstəliklər saysız hesabsızdır.